dənə rəzilliyə baxın. Bundan qəşəng rahat bir şəkildə təmizləyirsiniz. Belə saldınız bunu, burdunuz. Səhərimi qızın balısı avokadosunu aça bilmirəm. Mismar kimidir ucu. Otellərdə həmişə görürdük, belə qıraqda dururdu, belə vurub çağırırdı. Salam, mən gəldim. Aldıq. Videonu uzatmadan bu günləri Temu alış-verişimə baxırıq. Salam. Açılım. Get. İtim üçün Temudan baxım əşyalar almışam. Əvvəlcə sizə qısa və konkret onu deyim ki, mənim deyənə qədər aldığım məhsullar hamısı burada Zoom mağazalarda və s. olub. Mən də düşündüm ki, bunların hamısı şəklini çəkim, görüm eynisini xaricdən tapa bilirəmsə ucuz qiymətə oradan alım. Və inanmayacaqsınız, amma eyni burada mağazalarda satılanları Temudan endirim, kredit, nə bilim nə o Temu kreditləri var. Onlar bunlar 3 qat daha ucuzunu almışam. Heyvanınız varsa yaxın əyləşin, yoxdursa yaxın əyləşin. Çünki təkcə heyvanım üçün deyil, başqa şeylər də almışam. Getdik. Deməli, birinci belə bir qutuda, görə içində nə var? Okey. Bu nədir? Yüksək ehtimalla bunu hamınız Zoom mağazalarda görmüsünüz. Bu heyvanlar üçün qulaq pudrasıdır. Buradan açırsınız, qulaqlarının içinə tökürsünüz, biraz saxlayırsınız, masaj edirsiniz. Sonra da içindəki bütün tüklərini təmizləyirsiniz. Bilirsiniz ki, heyvanların baxımı çox önəmlidir. Çünki qulaqlarında tük olanda o daha tez kirlənir və qulaqlarını qaşıyıb yara eləməyə başlayırlar. Ona görə bu super bir şeydir. Bundan mən ikinci dəfə də alıram. Çox qəşəng bir şeydir. Yoxlayın məncə. İkinci aldığım bu qulaq təmizləyicisidir. Bu da nədir? Elə bil ki, qulağına o tozu tökdünüz, qulaqlarını təmizlədiniz. Daha sonra isə bunu qulağının içinə tökürsünüz 2 damcı hər tərəfə ya da 1 damcı, indi baxır da. Qulağının içini kosmetika pambığı yoxdur. Ondan belə təmizləyirsiniz. Qulaq olur çiçək. Bunu da ikinci dəfə də alıram bu arada. Çox qəşəngdir bunları yoxlamışam deyə birinci bunlardan başlamaq istədim. Bu arada saçlarımı 6-cı gün gedirəm saçlarımın rəngini dəyişməyə. İstəyirəm sizə vloqlar çəkim. Həyatımda gün ərzində nələr eləyirəm. Bu arada mən diyetaya başlamışam. Mən təbrik edirəm. Alqışlar. Burada aşağıda təbriklər yazsanız çox sevinərəm. İndi davam edirik. Belə bir şey almışam. Bu nədir? Belə bir şeydir, aparatdır. Deməli, adaptör var. Yəni normal. Ağzı belə kiçikdir. Bu itinizin bu hansı ki balaca bölgələri var, göz ətrafı, burun qıraqları və yaxud da ayaqlarının ya da əllərinin içi, bu onun üçündür. Bundan qəşəng rahat bir şəkildə təmizləyirsiniz, heç bir problem olmur. Məncə superdir. Bunu yoxlamamışam. Bunun məndə başqa versiyası da var. O zərətqa ilə deyildi, batareya ilə idi. Mənim itimin ayaq tükləri biraz qalın olduğuna görə, saç olduğuna görə onu götürmürdü yaxşı. Ona görə də mən fikirləşdim, qərara gəldim ki, bunu alım yoxlayım. Əgər istəsəz, heyvanınız varsa, sizin üçün, heyvanlarınız üçün çox gözəl, qurumerlərə çox pul vermədən özünüz evdə, əgər səbriniz varsa, öz heyvanınızla həm bir yerdə məşğul olub, həm də özünüz edə biləcəyiniz çox qəşəng triklər bilirəm. Mükəmməl. Bu arada işığım çox zəifdir. Axşam saat 6-ya işləyirəm mən bu videonu çəkirəm sizə sabaha çatdırmaq üçün. Ümid edirəm ki, qəşəng görünürəm. Bilirsiniz nə olub? Bunu da deyim. Yine xəstələnmişəm. Bir insan 8 ay göstərəm. 8 ay xəstələnmədən birdən-birə necə xəstələnə bilər? Bir nəfər mühəndis var. Mən yoldaşım getdi qrip oldu, keçirdi məndən. İndi mən qripəm, o sağdır. Mən bir həftədən çoxdur qripəm və 2 dəfə dalbadal xəstələnmişəm. Buna baxın. Salam əleykum, sızanaqlar salam verirəm. Bu bərbad bir şeydir, yəni bərbad. Nəysə, davam edirik. Belə bir şey. Bu nədir? Bu da içində belə çoxlu avokado. Səhərimi qızın balısı avokadosunu aça bilmirəm. Nəysə. Belə pambıqlardır, amma bunların tərkibində aloe vera suyu var və başqa bir şey var, dərman kimi bir şey var. Bunu itinizin gözlərindən axan yaşı hər gün səhər təmizləmək üçün istifadə edə bilərsiniz. Qulağının içində təmizləyə bilərsiniz. 120 dənədir içərisindədir. Sonra təbii ki, bütün paltar geyimlərini itimin Temudan alıram. Buradan alırdım, heç sərf eləmirdi. Belə bir şey almışam, görürsünüz. Necədir? Belə bir şey almışam, 3 manat idi, yoxsa nə idi? Bir də rəzilliyə baxın. Orada baxıram şəkillərdə, böyüdür də. Hətta girirəm mən belə kör-köranə sifariş eləmirəm. Girirəm kommentlərinə baxıram, aşağısına oxuyuram, haqqında oxuyuram. Böyük bir şey idi. Mənə gələnə baxın. Bu boyda top gəlib mənə. Bu mənim itimin ayağı boydadır, ayağının içi boydadır. Bu boyda top gəlib mənə. Mən bunu necə verim heyvanım oynasın? Heyvanım bunu 2 saniyə içində didəcək. Hətta gözləyin. Babin, oyuncaq almışam sənə. Bax, sən oyuncaq almışam. Al. Heyvanlardan danışdıq. Gün çıxdı. Mənim nurlu üzüm necə görünür oradan. Bir də arxadan mahnı qoyum. Only you. Normalda mən bu tip şeyi almışdım hamam xalatının içində. Bu belə saçınızı salırsınız. Bir saniyə göstərəcəm. Sala bilmirəm, nəysə. Nəysə, belə salırsınız. Belə saldınız, bunu burdunuz. Nəysə, bunu arxadan dəqiqə.
Bunu vurdunuz, bağladınız saçınızı, bunu belə burursunuz. Burada şey olmalıdır içəridə kruçoku. Hə, burada kruçoku var belə. Düyməsinə keçirirsiniz, saçınız dəsmaldan çıxmır. Belə bir şeydir. Yuyub istifadə eləyərəm. Oy da, nə qəşəng hava oldu. Özümü gözəl hiss elədim. Nəysə, amma gözüm çıxır hal-hazırda. Sırada belə bir şey var. Deyəcəksiniz ki, ayağınızı bu nədir? Bu yoldaşım sifariş edib. İçinə belə flash kartlar, ondan sonra kameranın yaddaş kartı, zaryadka və s. kimi şeylər, balaca şeylər yığmaq üçün xab gedir də bunlar, xabdır. Mükəmməl bir hava oldu ya. Sırada isə belə bir qayçı var. Bu qayçını çox bəyəndim. Bu qayçı düzdür, keyfiyyətli hiss elətdirsə də, adətən bu tip şeylər polad olur da, amma bu polad deyil. 2 manata polad ola da bilməz. Nəysə, belə bir qayçıda buradan ölçüləri var. Açırsınız, bağlayırsınız. İtin hansısa bir tükünün hansısa bir hissəsini kəsmək istəyirsinizsə, bunun arasına keçirirsiniz. Bu kəsməyən qayçıdır, belə tiftikləri var. Ucu da belə batmayandır. Bunu tutdunuz belə tükü, məsəl üçün bu itimin tüküdür. Bunu belə tutdum. Bunu buradan belə eləyirəm, bu bağlandı. Bu artıq buradan çıxmır. Rahat onu kəsib, darıyıb və s. eləyə bilərsiniz. Belə bir şeydir. Ay. Belə bir şey almışam. Xarici bir dənə bloger var. İtinə saymağı öyrədib. Ondan sonra məsəl üçün yemək yemək istəyirsənsə buna vursun da. Yəni məsəl üçün mən sual verirəm ki, heyvanıma ki, bu bir yemək yemək istəyirsən, o hə demək istəyirsə gəlib buna vurur. Yox demək istəyirsə vurmur. Belə bir şeydir. Həm də biz qəriblə Instagramda oyunlar çəkirdik arada əvvəllər. İndi yay gəlir yenə çəkmək istəyirik. Belə bir şey almışıq. Vurmağa. Yəni çox qəşəng bir şeydir məncə. Otellərdə həmişə görürdük, belə qıraqda dururdu, belə vurub çağırırdı. İndi bunu vururam. Bu nə deməkdir? Abunə olub, komment yazıb, like atmaq deməkdir. Bir dənə də vururam, aşağıdan bildirimləri açmaq deməkdir. Belə bir şeydir. Deyəcəksiniz ki, bu qız gicdir. Bu əlinə bax, bu əlinə bax. Düz bilirsiniz, mən gicəm. Başım qaçıb mənim. Xəstəlikdən sonra hələ də özümə gələ bilməmişəm. Bu da belə bir pambıqdır. Bizim kosmetika pambığımız kimidir. Dağlarını və s. təmizləmək üçün, gözünü təmizləmək üçün. Hətta mən bunlardan alıb nəyəsə özümə də istifadə edə bilərəm. Yəni bu qədər gəlib içində. Bir sözlə, heyvanınıza ala biləcəyiniz ən gözəl şeylər var Temuda və qiymətləri o qədər ucuzdur ki, inanmazsınız da yəni. Hələ biraz endirimdən zaddan istifadə edəndə ekstra ucuz gəlir, çıxır. Belə bir daraq almışam. Bunda hər cürə daraq var. Bunun tükləri çox qıvırcıqdır və çox şeydir, bir-birinə dolaşır. Ona görə də hər cürə darağı yoxlayıram. Bu da belə bir daraqdır. Bunu da sizə göstərim. Mismar kimidir ucu. Baxın. Yəni yolmadan çox rahat bir şəkildə darıyır. Ümid edirəm itimi daraya bilər də rahat bir şəkildə və tutacağı çox daha rahatdır. Ağzı da genişdir. Rahat daramaq olar. Daramaq demişkən daraqla bağlı bir şey daha almışam. Son 2 məhsulumuz qalıbmış. Okay. Deməli budur görüm. Hə. Daraqla bağlı dedim, yadıma düşdü. Bu heyvanınızın saçlarını əgər tük deyilsə, saçdırsa açmaq üçün və parıldatmaq üçün yağ spreydir. Vurursunuz çiməndən sonra. Ondan sonra qəşəng bir şəkildə öz saçlarımıza necə baxım ediriksə, yağ vururuqsa, eyni o şəkildə ona bədəninə vurursunuz, amma çalışın gözünə, qulaqlarına, ağzına dəyməsin. Sonra daraqla darayırsınız, həm parlaqlıq verir tüklərinə, həm də çox qəşəng bir şəkildə açılır. Və son məhsulumuz Naushnikimə, təzə naushnikimə. Getdi artıq, başa düşdük. Nəysə, gözümdə çıxır, eyni anda istirdim mənə. Naushnikimi dəyişmişəm. Bunun o birisi versiyasında naushnikimdə var idi кейsi. İndi bunu almışam. O qədər qəşəng bir keysdir ki, bu dünyanın ən gözəl keysidir. Bir dənə də şey almışıq. Tripod almışıq özümüzə. Ştativ, amma möhkəm dəmir ştativ. Bir də başqa ştativimizin ağız hissəsinin dəmiri qırılmışdı. Ona dəmir almışıq. Dəmir yenə anındaca taxan kimi işığa qırıldı. Çünki bizim arxa fon işığımız Godox'un influencer işığıdır yekə. O hər ştativin üstündə qalmır. Ona görə onları da göstərmirəm. Onu girib ştativ yazsaz ən yaxşı ştativlər 25 manatdan 30 manatdan başlayır. Alış-verişim bu şəkildə idi. Ümid edirəm bəyəndiniz. Sizi sevirəm. Yəni çalışdığım qədər Temudan da alanda konsept olaraq getmək istəyirəm. Yəni məsəl üçün ancaq qab-qacaq, zir-zibil, naushnik, qulaq belə şeylər çıxsın istəmirəm. Düşünürəm ki, yenə də normal alış-veriş eləmişəm, yəni şey eləməmişəm. Yəni yenə də artıq şey aldığımı düşünmürəm. Bəyəndinizmi, bəyənmədinizmi? Öpürəm sizi. Gələn videolarda görüşmək üzrə. Nurlu üzümlə sizə demək istəyirəm ki, bye bye.